27-ci tapşırıq 2 qüvvəli vəzəyicisinin ən böyük qiyməti 14, ən kiçik qiyməti 2 Newtondur. Bunlar perpendikulyar yönələrsə vəzəyici qüvvənin tapılması istənilir. Ən böyüyü 14-dürsə bunların cəmi olmalıdır bu. Yəni 14 Newton. Ən kiçik isə fərq olmalıdır. Fərz edək F1 böyükdür. F1 çıxılsın F2 bərabərdir 2. Yəni F1-i F2-dən böyük qəbul etdik. Sonra isə sistem təyin formasını hərf etsək, yəni birinci təyindən ikincini çıxsaq və toplama üsulu tətbiq etsək, 2F1 bərabərdir. Bunlar ixtisara gedəcək. İslah olur. 14-ün üstünə 2 gələndə 16. F1 bərabərdir 8 Newton. F2-miz isə 8 yerinə yazsaq birinci təyinlikdə 8. Daha doğrusu bura 8 yazsaq, üzərinə F2-ni gəlsək, bərabərdir 14. F2 də buradan 14 çıxı 8 bərabərdir 6 Newton olacaq. Daha sonra isə bunları biz perpendikulyar yönəltməliyik. Yəni F1 və F2 90 dərəcə altında yönəlməlidir və bunu Pifagorla əldə edirik. Yəni F vəzəyici bərabərdir F1-in kvadratı üstə gələk F2-nin kvadratı bərabərdir kökün altında 8-in kvadratı 64 üstə gələk 36 bərabərdir kök altında 100, oradan da 10 Newton olacaq.